Rus dilində sözlərin düzgün öyrənmə metodikasını bilmək istəyirsən, videonun sonuna qədər izlə, çünki sonda sənə kiçik bir fayl hədiyyə edəcəm. Gündə cəmi 10 söz və bir aya 300 söz sənin olacaq. Sözləri mövzular üzrə böl. Məsələn, ailə, peşə, hava, alış-veriş və s. Sözləri təkcə ayrıca yox, cümlə içində öyrən. Məsələn, pişik, koşka, daha sonra ondan cümlə qurun. У меня есть кошка. Mənim pişiyim var. Təkrarlama sistemindən mütləq istifadə et. Bir sözü öyrəndikdən sonra 1 gün, 3 gün, 7 gün sonra həmin sözü yenidən təkrar et. Qətiyyən ürəyində oxuma. Yalnız səsli şəkildə oxuyub tələffüzünü doğru təkrarlamağa çalış. Öyrəndiyin sözləri gündəlik praktikaya sal. Gündə ən azı 5-10 sözü real cümlələrdə istifadə etməyə çalış. Öz həyatınla bağlı cümlələr qur. Məsələn, mən işə gedirəm. Я иду на работу. Mən maşına minirəm. Я сажусь в машину. Səsli mənbələrə qulaq as. Rusca mahnılar, dialoqlar, podkastlar dinlə. Və əmin ol ki, bu metodlarla məşğul olsan, tez bir zamanda istədiyin nəticəni əldə edəcəksən. Gündəlik həyatımızda istifadə olunan sözləri əldə etmək istəyirsiniz? Şərh bölməsində fayl yazın və direktivunuzu yoxlayın.